Və sonuncu məsələ isə, yəni Allah Taala'nın Əuzubillah insan bunu dilinə gətirmək istəmir bu sualı. İnsan bu şeyi edərsə, Allah Taala'nı təhqir edərsə, yəni burada qeydsiz şərtsiz insan dindən çıxır. Yəni insanı dindən çıxaran məsələlərdəndir. Lakin bəzi alimlər gətiriblər ki, hansı ki, bəzi səbəblər var ki, baxmaq lazımdır ki, bu əgər ikrah altında olarsa, ikrah da burada biz qeyd etmişik əslində, ikrah özü iki yerə bölünür. Tam ikrah var, yəni mulci və qeyri-mulci. Yəni ki, burada ikrah var, tam ikrah və naqis ikrah. Yəni buradakı tam ikrah odur ki, sənin məsələn can itkisi və yaxud da ki, hansısa bir əzanın kəsilməsi, bu cür həyatı önəm daşıyan şeylərlə məcbur etmək insanı ilzam etmək, ikrah etmək, bu tam ikraha girir. Lakin sən məsələn döyülməyin və yaxud da başqa yüngül xəsarət almağın, belə şeylərin ikrah olmağı isə burada yəni insanın küfür söz deməsini Allah Taala qadağan edib. Lakin orada şərt odur ki, insanın tam ikrah olsa belə, məsələn səni ölümlə hədələyirlər, sən küfür sözünü işlədə bilərsən, lakin şərt odur ki, qəlbin imanla dolu olmalıdır. Bunun əksi ilə dolu olmalıdır. Necə ki, sahabələrdən birinin başına bu cür əhvalat gəlmişdi. Və bu halda baxılır. Və bir halda baxılır ki, məsələn, insan güclü, məsələn, hansısa bir narkotik maddənin və yaxud da ki, içkinin təsiri altında özünü bilmədən bu şeyi deyə bilər. Məsələn, o insan ayılanda ondan soruşursan ki, sən bu şeyi bilərəkdən etmişdin, yoxsa yox. O inkar eləsə, o onun üzərinə üzürdür. Çünki ağlı başında deyil. Və yaxud da insan yuxulu olub bunu eləyərsə, çünki Allah Taala deyir ki, 3 şəxsin üzərindən qələm qaldırır. Onlardan biri də yatan durana qədər. Yəni bu hallar olanda o üzr gətirilir. Lakin yəni insan bilirsə ki, bu şey küfürdür və İslamdan çıxmaq, yəni bu cür təhlükəsi var. Buna rağmen insan yəni bu kəlməni işlədirsə, əlbəttə dindən çıxır. Və Allah qorusun.